Gözəlliyə bax. Pomidor yumurtanı sacda, çayı samavarda verən park mənzərəli bir səhər menyusu var. Gəlin sizə Bonjour Bakunun 4 nəfərlik bu səhər yeməyi setini göstərim. Deməli, soyuq və şirin qəlyanaltılar, məzələr bax belə bir qutuda verilir. Bunları bir-bir saymağa ehtiyac yoxdur. Göründüyü kimi hər şeydən var. Ən çox diqqətimi çəkən türk mətbəxindən qapalı pendirli pidi, pendirli gözləmə, sacda pomidor yumurta və samavar çayı oldu. Adamın üstə Allah var, məhsullar təzə və dadlı idi. Bunun adı gözləmədir, amma gərək bunu çox gözlətməyəsən də. Gözləmədən açığı belə performans gözləmirdim. Gözlədiyimdən daha yaxşı idi. Amma mən ən çox pideni bəyəndim. Bunu isti-isti yeyəndə ortaya çıxan gözəllik sözlə ifadə olunmaz. Pomidor yumurta sacın özündə bişsə daha gözəl olardı. Amma düzünü deyim ki, isti və ləzzətli idi. Haqqını vermək lazım. Menyuda meyvəli waffle, sırnik və profiterol diqqətimi çəkdi. Çox yer səhər menyusunda waffle vermir, amma burada verilirmiş. Yəni şirniyyat aşiqlərini də nəzərə alıblar. Bu arada çayın samavarda verilməsi də bir üstünlükdür. Çox yerdə olduğu kimi adi çaynikdə də verə bilərdilər. Amma səhər-səhər samavar çayının ayrı bir ləzzəti var. Bu set 4 nəfər üçündür. Qiyməti 80 manatdır. Amma ayın sonuna qədər 15% endirimdədir. Adama heç 20 manat düşmür. Məkanın canlı ifaları olur. Uşaq oyun zonası və namaz otağı var. Yeni il ab-havası yaradıldığı üçün qəşəng fotozonları var. Ailə və ya dostlarla normal səhər yeməyi seti axtarsaz, buranı yadda saxlayın.